Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. Heyvan bazarları yenidən qurulur. Rekonstruksiya olunmuş heyvan bazarlarından reportajlar. Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının çağırış kampaniyası davam edir. Bağacıqla mübarizə davam edir. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əhali ilə birgə bağacığa qarşı mübarizə aparır. Qida miflərində bu dəfə heyvan yemlərindən danışacağıq. Qida Təhlükəsizliyi Agentliyi reydlərini davam etdirir. Ötən həftə hansı yoxlama tədbirləri həyata keçirilib? Gəlin ötən həftə qida sahəsinə baş verən əsas xəbərlərlə tanış olaq. Ekim ve bağcılıkta pestisit ve gübreler düzgün seçilmedikte, nezaretsiz ve geydiyatsız tetbik olundukta tekçe torpağı değil, suyu, havanı ve süfremizdeki meyveyi de zehirleyir. Menşei bilinmeyen ve geydiyatsız pestisit ve gübreler görünmez ama real tehlike yaradır. Yalnız geydiyattan geçmiş ve keyfiyeti tescillenmiş preparatlardan istifade edek. Etraf mühiti ve geleceğimizi koruyak. Unutmayak, sağlam torpak, sağlam bitki, sağlam gelecek demektir. Gıda tehlikesine nezaret tek devletin değil, herkesin işidir. Gelin tehlikesiz gıda ile sağlam geleceğe birlikte adımlayak. Ölkə üzrə heyvan bazarlarında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, oktyabrın 25-dən etibarən fəaliyyəti müvəqqəti dayandırılan bazarlarda yenidən qurma və sanitar-gigiyenik tələblərə uyğunlaşma prosesi davam edir. Bəzi regionlarda bazar sahibləri tələblərin icrasına sürətlə başlayıb, ərazidə geniş miqyaslı təmir və infrastruktur yeniləməsi aparır. Zaqatala rayonundakı heyvan bazarında yenidən qurma prosesi artıq başlayıb. Ərazidə dezobaryerlərin quraşdırılması, heyvanların saxlanılması üçün sahələrin yenilənməsi, ərazinin təmizlənməsi kimi işlər görülür. Həmçinin baytar nəzarəti üçün zəruri infrastruktur yaradılır. Bazara remont edirik, təzədən bərpa edirik. Nə bilim, navişi tikirik, mal-qara üçün günəşə, yağışın altında qalmasın deyə. Nə bilim, dezobaryer düzəltmişik girəcəkdə. Hər şey elədik ki, təzədən bazar açmaq üçün Allah qoysa işlərini görürük. Bərdədə də təmir işləri davam edir. Belə ki, bazar ərazisində asfaltlanma işləri aparılır. Heyvanların yemlənməsi üçün xüsusi yem anbarı tikilir. Üstü bağlı heyvan saxlanma sahələri qurulur. Bazarın giriş-çıxış nöqtələrində dezobaryerlər quraşdırılır. Xəstə heyvanların ayrılması üçün izolyator sahəsi yaradılır. Bundan əlavə ərazidə abadlıq və yaşıllaşdırma işləri də görülür. Qida Agentliyi tərəfindən verilən tapşırıqlar layiqincə yerinə yetirilir. Hal-hazırda dəfələrlə Qida Agentliyinin nümayəndələri gəlir, verdiyi layihə var. O layihəyə uyğun hal-hazırda bu günlərin layihəyə uyğun işlər gedir. Amma təəssüflər olsun ki, agentlik tərəfindən aparılan ümumi monitorinqlər onu göstərir ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. Aparılan monitorinqlər zamanı bəzi bazarlarda satış və baytar nəzarəti üçün sahələrin olmaması, dezobaryerlərin quraşdırılmaması, baytarlıq sanitariya tələblərinə əməl olunmaması və ümumi antisanitar vəziyyətin hökm sürməsi müəyyən edilib. Eyni zamanda bazar ərazisində ictimai iaşə müəssisələrinin fəaliyyətinə yol verilmir. Amma təəssüf ki, bəzi bazarlarda bu hala da rast gəlinir. Agentlik bir daha bildirir ki, görülən işlərin yekunu və bazarların fəaliyyəti bilavasitə bazar sahiblərindən asılıdır. İnfrastrukturun normativ tələblərə uyğun şəkildə tam yenilənməsi, uyğunsuzluqların aradan qaldırılması və agentliyin yekun qiymətləndirməsindən sonra həmin bazarların fəaliyyətinə icazə veriləcək.
Oktyabrın 25-dən etibarən fəaliyyəti müvəqqəti məhdudlaşdırılan heyvan bazarlarında aparılan yenidən qurma işləri çərçivəsində Şamaxı heyvan bazarında işlər sürətlə davam edir. Müşahidələr onu göstərir ki, burada yenidən qurma prosesi kifayət qədər operativ şəkildə həyata keçirilir. Nəzərinizə çatdırım ki, Qida Təhlükəsizliyi Agentliyinin Dağlışdırma Regional bölməsinin əməkdaşları ilə Şamaxı və Ağsu bazarlarında monitorinqlər keçirilmişdi. Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının 50 saylı qərarına sahibkarların nəzərinə çatdırılmışdı və bu istiqamətdə işlərin görülməsi üçün layihələr sahibkarlara təqdim olunmuşdur və bugün artıq Şamaxı heyvan bazarında həmin layihə üzrə, həmin eskizlər üzrə işlər tamamlanmaq üzrədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin layihəsinə uyğun olaraq abadlıq və rekonstruksiya işləri aparılmış və tamamlanmışdır. Agentliyin 50 saylı qərarına uyğun olaraq bazarımızda heyvanların kliniki baxış sahəsi, dezobaryerlər, yem ambarı, izolyatorlar quraşdırılmış, tikilmiş və təhvil verilmişdir. Bazarımızın çox böyük hissəsi, yolları, heyvanların boşalma sahəsi tamamilə asfaltlanmışdır. Bazar ərazisində tələblərə uyğunlaşdırma prosesi artıq yekun mərhələyə daxil olub. Bir çox infrastruktur və sanitar-gigiyenik yeniliklərin icrası tamamlanmaq üzrədir. Hazırda həm işlərin son vəziyyətinin qiymətləndirilməsi, həm də sahibkar tərəfindən görülən tədbirlərin yekunlaşdırılmasına dəstək məqsədi ilə monitorinq davam etdirilir. Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir. Balakən rayonunda Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları yaşayış evlərində monitorinqlər apararaq zərərvericinin yayılma riskini qiymətləndirir, sakinlərlə təhlükəsiz və effektiv mübarizə üsulları barədə maarifləndirmə işi həyata keçirirlər. Aparılan tədbirlər çərçivəsində zərərvericinin əsasən qış aylarında daha asan nəzarət altına alınması ilə bağlı tövsiyələr verilir. Mütəxəssislərin sözlərinə görə bu dövrdə bağacığın aktivliyi azalır və mexaniki üsullarla məhv edilməsi daha effektiv nəticə verir. Bu karantin növ digər zərərli orqanizmlərdən fərqli olaraq qış dövründə qapalı məkanları seçir, gizli sığınacaqları seçir, hansı ki isti, qaranlıq və quru mühitlər onun üçün daha rahat bir mühitdir, qışı keçirə biləcək və həmən müddətdə qış diapazasına keçir. Və bu bizim üçün də əlimizdə əla bir fürsətə çevrilir. Onunla mübarizə üçün qış dövründə həmən qapalı məkanlara baxış keçirilir, aşağılanmış fəhdlər asanlıqla mexanik üsulla toplanır və məhv edilir. Qış vaxtı bunların bu qışlama dövründə məcbur oluruq mexaniki tədbirlər görməyə. Mexaniki tədbirlər də ki, belədir, harada qaranlıq, isti yer var, ora girir, orada elə bir məskunlaşır. Onları götürürük, məhv edirik mexaniki, belə bununla mübarizə aparır. Hazırda görülən tədbirlər sayəsində bağacığın populyasiyası azaldılır və bu, gələn il üçündə yayılma riskini minimuma indirir. Güclü ziyan vurur fındığa, güclü ziyan vurur başqa digər meyvələrə. O fındığın təzə-təzə o neyləyən vaxtı ora maye qoyur və ondan məhv eləyir. Fındıq ləpəsi artıq yetişəndə zədə ilə yetişir və ona görə də biz bacardığımız qədər mübarizə aparmağa çalışırıq. Bağacıqla mübarizədə qış dövrünə xüsusi əhəmiyyət versinlər. Qış dövründə çardaqlara, yarım tikillərə, digər odunluqlar və s. kimi gizlənə biləcək istənilən bir nöqtəyə baxış keçirsinlər. Çünki hazırda həyata keçirilən qış mübarizəsi zərərvericinin populyasiyasının 80%-nin məhv edilməsi deməkdir növbəti il. Çünki hər bir sağ qalan fərd növbəti il üçün ciddi bir təhdiddir. Kənd təsərrüfatının məhsuldarlığının 80, hətta 100%-ə qədər məhv olmasına gətirib çıxara bilər. Ona görə də vaxtında mübarizə tədbirini həyata keçirsinlər. Sumka asmışdı oradan, içində heç nə yox idi, elə arı zad gəzirdi içində. Götürən mən gördüm, elə bir əllə sıyırıb onun içinə doldurursan. Süpürgə ilə, süpürüb xətəngəzlə torbaya, süpürüb xətəngəzlə qaba. Bəzi vətəndaşlar tərəfindən isə kimyəvi vasitələrdən istifadənin mümkünlüyü ilə bağlı suallar ünvanlanır. Bu sualın əsas cavabı ondan ibarətdir ki, ilk növbədə zərərverici hazırda qış diapazasında olduğu üçün onun fizioloji aktivliyi çox aşağıdır.
dərmanın təsiri kimyəvi mübarizə tətbiq edilsə belə istənilən səmərəliyi almaq mümkün deyil. Eyni zamanda ətraf mühit üçün daha təhlükəlidir. Ekoloji sistemin korlanmasına gətirib çıxarır. Ona görə də kimyəvi mübarizədənsə acil mexaniki, təhlükəsiz mübarizə metodlarının seçilməsi daha məqbuldur. Agentlik əhaliyə mütəmadi olaraq maarifləndirici dəstək göstərir və zərərvericiyə qarşı mübarizənin daha səmərəli təşkili üçün birgə əməkdaşlığın vacibliyini vurğulayır. Agentliyin regional bölmələrində 40-a qədər əməkdaşı bugünkü tədbirə cəlb olunmuşlar. Onlar ayrı-ayrı sakinlərin evlərinə baxış keçirirlər, onlarla maarifləndirici söhbət aparırlar, zərərvericinin harda qışlaya biləcəyi hissələri əyani şəkildə göstərirlər, eyni zamanda mübarizə tədbirlərinin praktiki necə həyata keçirilməli olduğunu göstərirlər və eyni zamanda da insanlara bir məsələnin diqqətlərinə çatdırırlar. Onlara izah edirlər ki, bu mübarizə işlərini kimsədən gözləmək düzgün bir addım deyil. İlk növbədə mübarizə işlərini insanlar özləri başlamalıdır. Qida Agentliyinin çox böyük köməyi var bizə. Mütəmadi olaraq tez-tez onlar bizlə əlaqə saxlayır, gəlir yerində baxış keçirir. Yaz açılıb, yay başlayanda, yay dövrü başlayanda onlar bizə tələlər verir. Tələlərdən istifadə edirik və tələlərlə onların çoxalmağını, azalmasını biz müşahidə edirik. Müddət bitdikdə tələləri qaytarırıq, yeni tələlər gəlir. Son günlər agentliyin regional bölmələri tərəfindən ölkə üzrə onlarla evdə monitorinq aparılıb və 100 minlərlə bağacıq məhv edilib. Balakən də daxil olmaqla müxtəlif bölgələrdə tədbirlər davam etdirilir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Aqad Şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandan-kənar yoxlama keçirilib. Yoxlama zamanı Şadlıq sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib. Aparılan yoxlama zamanı istehlakçıların hüquqlarının və qida təhlükəsizliyi sahəsində sanitar norma qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilmişdir. Bu hal qida təhlükəsizliyi baxımından risk yaratmasa da, nəticədə istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Eyni zamanda müəssisədə izlənmə sisteminin təmin edilmədiyi, müəssisəyə qəbul edilən və istehlakçılara təqdim edilən digər ətlərin baytarlıq arayışlarının və onların alqı-satqı qaimələrinin yoxlamaya təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin müəssisədə soyuq qənalıqların hazırlanması sahəsində işçi masalarının tamlığının pozulması, rəflərin koroziyaya uğraması və digər sanitar texniki, sanitar gigiyenik normaların pozulması faktı aşkar edilmişdir. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Şuşa şəhərciyi 4 yol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Cəfərov Əbülfət Qarakişioğluna məxsus 019 adlı ət satış obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi, Sabunçu rayonu İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiət edici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Qanunsuz heyvan kəsimi məqsədi ilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədi ilə nümunələr götürülüb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ev 36 ünvanında fəaliyyət göstərən fiziki şəxs Salihov Mahir Həmzətoğluna məxsus unlu məmulatlar emalı müəssisəsində plandan-kənar yoxlama keçiriblər. Baxış zamanı müəssisədə xam malın saxlanılması üçün müvafiq anbar sahəsinin təşkil edilmədiyi, emal prosesində istifadə olunan un, yumurta və qatılaşdırılmış südün saxlanma şəraitinə əməl edilmədiyi, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı aşkarlanıb. Eyni zamanda emal proseslərinin həyata keçirildiyi işçi masaların səthi asan yolub təmizlənməyə imkan verən gigiyenik materialla üzlənməmişdir.
Bununla yanaşı emal sahəsinin həşəratlarla çirkləndiyini müşahidə etmək mümkündür. Emal olunmuş məhsullardan hazır biskvitləri biz görürük. İşçi masanın rəflərində sanitar gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan şəraitdə yığılmaqla saxlanılır və hətta sahibkarın bildirdiyinə görə məhsullar bir neçə gündür emal olunmuşdur və bu vəziyyətdə saxlanılması həyata keçirilir. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilir. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılır. Həmçinin nümunələr götürülərək laborator müayinələrə cəlb edilir. Araşdırmalar davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Bildiyimiz kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi həyata keçirilir və bu layihə çərçivəsində növbəti görüşümüz Bakı şəhəri 239 və 163 saylı orta məktəblərdə baş tutdu və bu görüşlərdə həm ibtidai sinif şagirdləri, eləcə də 5 və 6-cı sinif şagirdləri üçün müxtəlif mövzularda maarifləndirici məlumatlar verildi. Süd və süd məhsullarının faydaları və qazlı şəkərli içkilər və enerji içkilərinin uşaq sağlamlığına zərərləri barəsində danışıldı, bukletlər paylanıldı, maarifləndirici söhbətlər aparıldı. Mən adətən hər gün məktəbə şirin çay içib gəlirdim, amma bu görüşdən sonra hər gün süd içib gələcəm məktəbə. Bugün öyrəndim ki, süd məhsulları daha vacibdir. Pendir, qatıq, şor, süzmə və s. Öyrəndim ki, bu daha faydalıdır və həmişə də mən bunlardan yeyəcəm. Qeyd edək ki, Sağlam Məktəbli layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumi təhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb. Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Bəzi rayonlardan, mal bazarlarından burada inəklər alıb gətirib satıram. Bunların içində xəstə də olub. Araşdırmalarla müəyyən edilib ki, Elnur Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iri buynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilir. Faktla bağlı araşdırmalar davam etdirilir. Halal uyğunluq nişanı məsuliyyətlə qazanılan etibardır. Halal uyğunluq nişanı məhsulun keyfiyyətinə və istehsalçının etibarlılığına verilən rəsmi təsdiqdir. Bu nişan məhsulun halal standartlara tam uyğun şəkildə istehsal olunduğunu göstərir. Düzgün istifadə həm istehlakçı etibarını, həm də brendin nüfuzunu qorumağa xidmət edir. Qida Təhlükəsizliyi İnstitutunun tələblərinə əsasən halal uyğunluq nişanından istifadə edərkən bir neçə vacib qaydaya əməl etmək mütləqdir. Nişan yalnız sertifikatlı məhsulun üzərində istifadə oluna bilər. Sertifikat qüvvədən düşərsə, nişan da dərhal dayandırılmalıdır. Loqonun rəngi, ölçüsü və forması dəyişdirilə bilməz. Nişan yalnız mesaj verəcək yerdə göstərilməlidir. İstehsal şəraitinizdə hər hansı dəyişiklik olarsa, nişanı yalnız yenidən təsdiq aldıqdan sonra istifadə edə bilərsiniz. Müvafiq tələblərə riayət olunmaması halal uyğunluq nişanının ləğvi və hüquqi məsuliyyətlə nəticələnə bilər. Amma düzgün istifadə edilərsə, bu nişan sizə bazarda etimad, imic və rəqabət üstünlüyü qazandıracaq.
Heyvan yemlərindəki kiflənmənin zərəri yalnız heyvanadır. İnsan sağlamlığına heç bir təsiri yoxdur. Əslində isə bəzi kif göbələklərinin ifraz etdiyi toksik maddələr süd, ət və digər heyvan mənşəli qida məhsulları vasitəsilə insana keçərək sağlamlığa ziyan vurur. Kif göbələkləri qidanın təhlükəsizliyinə və keyfiyyətinə mənfi təsir göstərən bəzi növləri uzunmüddətli məruz qalma nəticəsində xroniki xəstəliklərə səbəb olaraq insan həyat və sağlamlığına zərərli toksinlər ifraz edən mikroorqanizmlərdir. Heyvan yemlərində kif göbələklərinin meydana çıxmasının əsas səbəbi qeyri-düzgün saxlanma şəraitidir. Xüsusilə qarğıdalı unu, pambıq çiğ unu və yer fıstığı unu kiflənməyə daha çox meyillidir. Belə yemlərlə qidalanan heyvanların orqanizminə kif göbələklərinin ifraz etdiyi toksinlər də daxil olur. Problemin qarşısını almaq üçün yem xammalı düzgün qurudulmalı, təmiz və müvafiq şəraitdə saxlanılmalı, daşınmalı, yem emalında istifadə olunan avadanlıqlar isə sanitar-gigiyenik normalara uyğun olmalıdır. Unutmayaq ki, təhlükəsiz qidanın əsaslarından biri də təhlükəsiz heyvan yemidir. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.